bu ay Kur'an ayıdır. Uca Allah Kur'an-Kərimdə buyurur ki, Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an. Ramazan ayında Kur'an nazil olmuştur. Yəni, sırf bu ayda Allah Kur'an nazil edib, bu bərəkətli ayda. Və bu ayın bərəkəti Kur'an oxumaqla bərəkəti, savabı daha da artır. Çünki insan Kur'an oxuduqca hər hərifinə görə 10 savab var. Bizə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, kim Allahın kitabından bir hərif oxuyarsa, onun üçün bir savab var və hər savab da 10 dərəcəsinə qədər artar. Demirəm ki, əlif, ləm, mim bir hərifdir, lakin əlif bir hərif, ləm bir hərif, mim ayrı bir hərifdir. Yəni, Quranda nə qədər ayələr varsa, oxuduqca hərəsinə görə insan 10 savab qazanır. Və bu Ramazan ayı da Quran ayı olduğuna görə daha çox Quranla məşğul olmaq lazımdır. Quranı oxumaq, mənalarını öyrənmək, ona əməl etməklə, onu dərk etməklə məşğul olmalıdır. Ramazanın imanla keçirməlidir.